Sadigo. Kimi alladırsan? Bəs sən ancaq sədəqə ilə yaşayırdın. Yəni çox rahatdır da məni allatmaq. 2 vur 2. Başıma çırp. Deyirəm masaj istəmirəm. Qələt eləyirsən masaj istəmirsən, öz başına sən də masaj istəməyirsən. Düşünürsünüz ki, belə şeylər ancaq Taylandda olur, ya Vietnamda da var. Ho Chi Minh'də yəni kifayət qədər çoxdur. Taylanda şükürə şükür. Tayland buradan şükürlüymüş. Yəni ay. Hardayıq? Bugün Ho Chi Minh deyəsində aradı. Ho Chi Minh Vietnamın elə bil ki, 2 ən böyük şəhər, biri Hanoi'dur, biri Ho Chi Minh'dir. Ho Chi Minh'ə niyə gəldim? Hoşuma gəldi. Hoşuma gəldiyi üçün gəldim. İndi buradan bir dənə mən buradan pul çəkim. Kambocadan çıxdım. Dedim, siz məni ölkəvizə almırdınız. İndi də mən sizi istəmirəm deyib Kambocadan çıxdım. Gəldim Vietnama. Heç nə. Buradan ATM-dən eyni bankdan, ATM-dən pul çəkək. Sim kartımızı zarımızı əldə eləyək. Çünki aeroporta düşən kimi ilk iş nə etmək lazımdır? 1. Pul çəkmək lazımdır. 2. Sim kart almaq lazımdır. Bu ikisini əldə eləyək, davam eləyək. Deməli, gəldim. Qız mənə dedi ki, ən yaxşısı Viettel'dir. İndi babalı öz boynuna dedi ki, Viet. You don't need phone number, right? Internet only, right? Huh? You only use internet, right? Yes. I see you have 2 SIM. Which one to take now? It's not need. Qız deyir ki, bəs ən yaxşısı Viettel'dir. Dedim, sən nə işlədirsən? Görsət dedim, göstərdi. Dedi ki, mən də Viettel işlədirəm. 350 min bizim pulunu eləyir təxminən. Yes, this one just 4G. The winter we have 5G signal. Okay, this one. Unlock these. Dedi ki, bəs nədir onun adı? 350 min nə qədər eləyir bizim pulla? 350 min də bizim pulla eləyir təxminən 21-22 manat, yəni bu civarlarda bir şeydir. Yəni belə. Okay, can you Okay? start? Yeah. Okay, thank you. Bu qədər rahat. Just stay over there. Thank you. Bye bye, Tor. Qız deyir ki, sənin YouTube kanalıma baxın da. Sadigo. Okay. Team. First one. Yes, first one. Trời ơi, nổi First one. tiếng nha. Subscribe. Yes, okay. 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 Taxi. No. Have a good day. Thank you. Belə bir abunə də buradan qazandım. Nəysə. Neyse, getdik. Sim kartımız hazır. Pulu bu arada buradan çəkmədim. Burada 5% komissiya tutur. 5%-nə də gəlib şəhərdə başqa bir yer axtaracağam. Üstündə biraz dollar var idi, onu şeylədim. Çünki 5% həddindən artıq çox komissiyadır. Neysə. Gedə bilərik. Düşək yollara, gedək görək. Bu Ho Chi Minhə, köhnə adı ilə Saigon, Saigona gedək görək necə girə bilərik. Gedək görək Saigona necə gedir. Taksi no need, thank you. Biz taksi yox. Mən 40 manat cərimə ödəmişəm. Onun hayfını çıxmağa çalışıram. Taksiyə minməyəcəm bir müddət ki, 40 manat hardansa çıxardım. Gedək görək nə gedir şəhər mərkəzinə. Elə birbaşa çıxan kimi elə bu avtobuslarda elə çıxan kimi deyir ki, uzağa getmə, səhərə qədər qal ginən. Deyir, bunu da gözlə, birazdan minib gedərsin. Elə. 5000 dong nə qədər edir? 5030 qəpik falan yəni bizim bunlar. Mən bunların donquna öyrəşənə qədər, vallahi yəni mən zülüm çəkəcəm də mən bunların donquna öyrəşənə qədər. Deyir, okey. Mən bunların donquna öyrəşənə qədər zülüm çəkərəm. Yəni gəldikcə baxıram, həqiqətən yəni bu günə qədər ki Cənub-Şərqi Asiyanı tamamlayırıq da demək olar ki artıq. Bu günə qədər ki ən müasirlərindən birisi ola bilər bura, həqiqətən. Ən müasir, belə səliqəli, müasirlikdən söhbət getmir də səliqəlilikdən də söhbət gedir. Təmiz falan beş mükan. Şəhərlərdən yəqin ki ilk 3-ə girər məncə. Gələ biraz daha detallı gəzib, daha detallı baxacam. Gəldim. Belə. Bir də indi bura yaxın qalıram. Gedim yenə hostelə yerləşim. Ondan sonra çox şirin avtobusdur. Oyda, həqiqətən bəyəndim. Ciddi deyirəm, yəni həqiqətən Ho Chi Minhi ilk baxışdan belə deyim bəyəndim. Belə sonrası necə olacaq, amma ilk baxışdan
Həqiqətən qəşəng çarpır gözə. Özəlliklə də bu səliqəli olmağı. Vay, bunu domuza oxşur ya. Orada hiç səs eşidibdi. Qulaq asır görüm. Şirindir də, şirin. Ah, Vıyda. Bir dənə buradadır. Vıyda, backpacker sos dedi, Vıyda. Vıydaya gidir, Vıyda. Ya, buradadır. Belə, yerləşim davam eləyərik. Başlaya bilərik. Beləliklə Vyetnam macəramız başlayır. İlk şəhərimiz, bu xəritədən daha xəritə də qəşəng oldu. Ho Chi Minh City'dir. Buradan düz yuxarıya doğru Vyetnam səyahətimizə başlayırıq. Ho Chi Minh'dən başlayırıq. Bu arada Vyetnam da bir sosialist ölkə olduğu üçün görürsünüz, onların da bayrağı. SSR bayrağına oxşar bayraqları var. Çəkişli oraqlı bayraqlar. Bəli. Belə çox da hara getdiyimi bilmirəm. Random gəzirəm, yəni necə gəldi də. Çünki ilk videomu belə eləyəcəm. Yəni random gələcəm. İlk belə tanışlıq videosu olsun, sonra konkret nöqtələrinə sonra gedərik. Yəni nəzərə alsaq ki, yəni Vyetnamın ən böyük şəhərindən birisidir. Danang da var böyük şəhər, amma yox, bura məncə Danangdan daha böyükdür. Hanoi, Ho Chi Minh, ən böyük iki bunlardır məncə. Keçin Ayqa, keçin. Ay, sən də keç. iPhone 7 Pro Max işlədirsən. Mən şeyi hələ də yadımdan çıxarda bilmirəm. Bu Kambodjadakı monkların iPhone 17 Pro Max işlətməyin. Yəni monk necə iPhone 17 Pro Max işlədir? Burada nə var ki, burada şəkil çəkdirildi? Burada şəkillik kadr yoxdur axı. Buranı çəkir, iPhone 17 Pro Max işlətməklər. Bravo. Bura nədir? Bura yəqin ki bir əyləncə bir yeridir. Distrik, alışdım, yandım yazı görəndə bilirsən ki, əyləncə yeridir. O iPhone 17 Pro Max işlətməklə hələ də yadımdan çıxmır. Monksan, sən bütün dünya neymətlərindən özü bəs məhrum eləmişdin. Ay monk, kimi alladırsan? Bəs sən ancaq sədəqə ilə yaşayırdın. Niyə yalan danışırsan? O hələ də mən o səhnə mənim ağlımdan çıxmır. Yəni monkların iPhone 17 Pro Max işlətməkləri səhnəsini mən onu da bilmirəm. Ay monk. Görək bazarın içində nələr var. Rambutan. Rambutan ən çox şeydə olurdu İndoneziyada. Amma bildiyimə görə Vyetnamda da bir xeyli məşhurdur rambutan. Vyetnam. Papaqdan almaq istəyirəm. Bundan alacağım. Bax gör, yaraşır mən. Bax gör, yaraşır. Yaraşdı, özümüm yaraşdı. Tam ki yaraşdı. Alacağım bundan bir dənə. Bundan bir dənə alaram özümə. Bunda olanda özünü çox şey istəyirsən. Belə bunda özünü çox belə kommunist hiss eləyirsən. Əskər papağına oxşuyur. Amma yox, obrisi şeydir, obrisi yaxşı idi. Amma ən qəşəng bunların öz ənənəvi papaqlardır, bunlardır. Ən qəşəng bunlardır. Ənənəvi şeydir. O şeydəki, nədir onun adı? Raiden oxşamıram, Mortal Kombat'dakı. Uçub belə şimşək zad vurur. Belə. Bu qəşəng bazarda ha. Böyük bazardır. Böyük bazardır. The watches Lo. Nələr satırsınız? Baxaq görək nələriniz var. Bazar deyirəm, qaqa. Bazar, bazar.
Amma bax görsən bu bazarın üstü örtülüdür. Deməli örtülü bazar dost. Belə bir bazar. Belə bir bazarlar var. Aha, yemək yeyirlər burada. Çox belə növbə ilə belə çox şey, Buôn uống ở đây. Heo đây sao tới giờ ai? çox belə şey yemirlər bunlar yeməyi. Çox sıx oturmuşsunuz kardeş. Vallahi çox sıx oturublar buna bax. Yəni aclıqdırmı? Nədir? Biraz seyrəkləşin. Seyrəkləşin oturun. Biraz çox sıxsınız belə. Hər zaman mən belə bazarlara gəzməyi xoşlayıram. Həyecanlandım belə, gördüm anidən. Chào. बोली जैसे विदाउट प्लेट Geçen bazardı. Bu arada mən bildiyiniz kimi qəst şəkildə bazarlıq eləyə bilmədiyim üçün, yəni çox rahatdır da məni allatmaq. 2 vur 2. Və məsəl üçün mən bir dənə əlimi buna vurum, düzdürmü? O desin ki, filan qiymətə, o qiymətdə mən alacağam. Yəni 1 qram bazarlıq eləmək kimi bir şeyim yoxdur mən. Ya deyəcəm ki, yox, baha deyib çıxıb gedəcəm ya da elə. Bazarlıq eləyəmirəm. Heç. Aa, burada geçen köynəklər var. Burada geçen köynəklər var. Hello. How much is this? How much? XL, 159. Ah, okay, okay. XL size. Geçen köynəkdə. Want small for you? Yaraşır mı? Yes. Yaraşır. Ha, mənə nələr mənə şey yaraşır. Götür. Ya amma yəni, qiymətlər falan yəni həqiqətən Vyetnamın doğrudan ucuzdur. Ortamızdan keçməyim də dalaşmayın. Hə, Vyetnamın həqiqətən qiymətləri çox belə münasibdir, yəni. Münasib deyəndə yəni canım Şərqi Asiya qiymətləridir. Məsələn, bu köynəyi 10 manata aldım. Yəni bunu hər yer deməyək, yəni əksər ölkələrdə 10 manata alsam da. Oturaq da burada. Berger əməyini verib. Oh, yerdən oturur. Belə. Vyetnam. Başıma çırp. Başıma çırp. Hə, nə var orada? Nəyimiz var? Nağdı mənim passion fruitum bu heç. Bunu qoyduq bir görə. Passion fruit. Passion fruit içmədən itə dönürəm. Passion fruitum olmalıdır mütləq məni. Başqa nə var burada? Of, sendviçə bax. Sendviçlərə bax. 2 dənə də sendviç basarım. Pah, nətə yeyib işdi ya. Bizi bu yeyib işmək qıracaq. Vallahi yəni, həqiqətən çox belə münasib daha qiymətləri. Çox, yəni Cənub Şərqi Asiyanın ən ucuz ölkəsi. Həqiqətən. İndi tam rahat elə düşünün ki, elə Ho Chi Minh elə bir bazı daha bahalı yerdir. Və rahatlıqla deyə bilərik də, yəni Cənub Şərqi Asiyanın bu günə qədər gəzdiyimiz tamamladıq da artıq Cənub Şərqi Asiyanı Vyetnamla birlikdə ən ucuz ölkəsidir. Həqiqətən. Məsəl üçün, burada ananas neçədə mango 30 nə qədər edir? 1 manat 80 qəpik. Tərifləyən kimi o da qağ eləyirlər, biliyorsun. Bunda bu arada, bundan dadmamışsınızsa bir gün buralara yolunuz düşən dadın. Alma kimidir, amma almadan çox daha belə deyim də suludur içərisi. Daha suludur belə. Burada yer-göy masaj salonudur ki, bu nədir? Bura deyəsən, Taylanddakı masaj salonlarından deyil. Taylandda nə qədər? Taylandda yolla getməliydi. Tut basırdılar içəriyə ki, deyirəm masaj istəmirəm. Qələt eləyirsən, masaj istəmirsən, öz başına sən də masaj istəməyirsən. Burada da yanarsan fələ. Yox, sağ ol. Ona edək. Sonra kameranı söndürüm, qaydaram. Thank you. Bu papağım var. Bu kardeşten aldım. Orada 150'ye değildi. Bu kardeşten geldim 120'ye aldım ama pazarlık eleyebilseydim bunu 100'e de alardım ben. Yani o kabiliyetim olmadığı için 100'e de bunu alma olarmış. İşte. Cənub Şərqi Asiyanın sonuncu ölkəsində artıq papaq aldım özümə ki, günəşdən qorunum. İndiyə qədər edəcəkdi.
Qapqarayam dostlar. Ya sadəcə o belə bir şey. Hə. Bu artıq bu papaqla gəzəcəm bütün Vyetnamı. Bu papaq belə yara olana qədər bu papaqla mən gəzəcəm o Vyetnamda. Bu papaq mənim başımda solana qədər mən bu papaqla gəzəcəm Vyetnamda. Vyetnamlılar da biraz səs küylüdülər. Biraz Asiyada heç darıxmayacağım şeydir də bu Asiyada səs küy, yəni çox səs küylüdülər, çox qışqırırlar. Uşağı, böyüyü falan hamısı, yəni qışqıra danışırlar. Çox qışqırırlar. Qışqırırlar. Sən elə qardaş, bunların hündür mərtəbə binalarına falan bax. Yəni çox şəhərdir. Yəni şəhər, niyə qışqırırsın, niyə? Hə, çox, yəni belə şəhərdir, çox şəhərdir. Çox şəhərdir. Hə, rambutan, səhərdən də rambutan, istinanın, rambutan budur. Səhərdən də rambutan axtarıram göstərmək üçün, axır göstərə bildim. Dadlıdır, çox dadlıdır. Vyetnam bizi nə deməkdir? Vyetnam, Vyet tayfadır. Tayfadır, yəni xalqın adıdır, Vyet xalqları. Vyetnam xalqın adıdır, Nam da cənub deməkdir. Yəni cənubdakı Vyetlər. Bu nə pis görsənir ha. Qıraqdan baxanda çox pis görsəndir. Qıraqdan Vyetnam, yəni cənubdakı Vyetlər deyəsiniz ki, bəs şimaldakı Vyetlər hansıdır? Şimaldakı Vyetlər də hesab olunur da, Çindəkilər hesab olunur. Yəni belə bir mənasız bir informasiya verdikdən sonra videoya davam. Bilmirəm hara gedirəm, belə necə elə bir paputu gəzirəm. Yəni hara gələr. Yəni onsuz da yəni Saygonda bu nə? Bu mahnı tanış gəlir mənə. Şey değil mahnı, milyona aylık, o da iyi. Kişi burnuyla çalır ya onu. Ha, o mahnıda. Ne. 100% necə otdosu. Yəni Allah Pugaçova mahnı oxuyanda kişi deyir ki, mən o mahnını burnumla çalaram. Nə mahnıdır ki o? Elə burnuyla çalır. Bura deyəsən buranın belə xod gedən yerlərindəndir. Niyə hamımız burada şəkil? Hə, bazarda, bayaq girdiyim bazarda bu. Bentam bazarı, market, nə bilmək o. Bura deyəsən buranın elə mərkəzi yeridir. Bu olan metro, şirin metroları var ha. Yuxarıdan baxsan, aşağı amfiteatr kimi düzəldiblər metronun. Amfiteatr kimi metro düzəldiblər. McDonald's ayda, Laosda və Kambodjada yəni McDonald's ən azından yəni qabağıma çıxmadı heç olan. Yəni demək olar ki, yox dərəcəsindədir. Sən nə şirinsən, sən nə şirinsən. Sən nə şirinsən. Buradakı McDonald's qiymətlərinə baxacağım bizə saniyə. Ay məzələnirsən ha. Oyda, məzələnirsən ha. 104 7 manata Big Mac menü da bu. Yəni şeydə təkcə özü deyil, menü verir. Big Mac menü verir. 7 manata. 7 manata. Bu günə qədər gördüyüm ən ucuz ola bilər də. Yəni mən indiyə qədər ən ucuz gördüklərim İspaniyadaydı. İspaniyada çox ucuz idi McDonald's. Mənə elə gəlir bilmirəm. Burada da dəhşət ucuz. Dəhşət ha. Ən ucuzu bu ola bilər. İndiyə qədər gördüm. 7 manata Big Mac menü orada da. Şeydəki, nədir onun adı? Taylanddakı, Laosdakı, Kambodjadakı o night marketlər var idi. Yəni çöldə yeməklər. Onu elə bir ki, Vyetnamlılar başqa səviyyə çatdırıb da. Yəni daha mədəni formada otururlar. Yəni hozu kimi oturmurlar. Daha belə səliqəli otururlar. Yəni
Laos'ta orada hovuzuydular. Yəni gedək axşam oturaq. Burada daha belə mədəni restoranlardır. Daha belə şey, necə deyim, yəni daha səliqəli yerlər falandır yəni. Burada buranın Walking Street'i, burayla bu pis şeylər tam təsadüfən gəldim ha. Yəni mən belə yerlərə gəlmək, mən istəmirəm belə yerə görmək. Hayda, ay necə gələcəm mən bura? Burada buranın elə bir ki pis şeylər küçəsidir. Yəni düşünürsünüz ki belə şeylər ancaq Taylandda olur, ya Vietnamda da var. Ho Chi Minh'də yəni kifayət qədər çoxdur. Ama burada gelmeyin. Ho Chi Minh'e de gelmeyin. Tayland'a da gitmeyin, Ho Chi Minh'e de gelmeyin. Başka yerlere gidin. Günahtır, günah. Oğlum. Aa çocuk. Bu ansın mal attı bura. Gözüme düştü ya. Eski kimse ayağımın altına attı onu. Ayağımın altında patladı. Kangarası olmuştu az kalayı. Tayland'da şüre şişe. Tayland burada şürüymüş yani. Hele geldi yani. Sırf siz görəsiz deyə, yoxsa mən baxmıram, kameranı tuturam oraya, yəni belə edirəm, yəni belə. Sırf siz görəsiz deyə, yəni sırf sizə göstərmək üçün, ha, yoxsa özüm ora baxmıram. Kameranı tuturam, yəni belə edirəm, başımı belə çevirirəm, yəni özüm ora qətiyyən baxmıram. Yəni oyda, bu qızın sifəti çox makyaj eləmişəm. Yəni belə bir küçə. Buranın Walking Street'idir, yəni bildiniz də yəni o küçədə. Bura gəlmirdim, tam təsadüfən bura gəldim, tam təsadüfən. Yəni yol üstü qabağıma çıxdı.